Deməli, əziz tələbələr, bu sual bildiyiniz kimi 2026-cı il magistratura qəbul sualıdır və imtahanın bəlkə də ən çətin sualıdır, bəlkə də ən çətin suallardan biridir. Bu sual magistratura üçün yeni bir sual sayılır, amma dövlət qulluğunda daha əvvəl belə suallar düşmüşdü. Yəni mən bir il əvvəl, 2 il əvvəl həm Instagramda, həm də YouTube-da yüksəliş müsabiqəsində də var idi. Bu tip bir suallar paylaşmışam. Bir neçə sual var mənim YouTube kanalımda və ya Instagramda. Onun üçün dövlət qulluğu üçün yeni bir sual deyil. Magistratura üçün isə yeni bir sualdır. Tələbələr çox çətinlik çəkdi. Çünki bu sualda artıq bir rəqəm, bir neçə, bir hərflə də işarələnə bilər, iki hərflə də, üç hərflə də. Yəni, normalda isə şifrələrdə biz öyrənmişik ki, ya bir hərf bir rəqəmə uyğun gəlməlidir, ya da məsələn bir rəqəm bir hecaya uyğun gəlməlidir. Amma burada bəzən olacaq ki, bir rəqəm bir hərfə, bəzən bir rəqəm iki hərfə, üç hərfə, dörd hərfə və s. ola bilər. Onun üçün bu sual çətin bir sualdır. İndi biz burada mütləq bir ipucu olur, həmən ipucunu tapmalıyıq. Nəsə ortaq bir şey axtarmalıyıq. Və biz burada diqqətlə baxsaq, məsələn, baxın bunun da altı 06 ilə, sonu 06 ilə bitir. Bunun da sonu 06 ilə bitir. Biz sonlarında eyni bir şey axtarmalıyıq. Məsələn, ət götürə bilməzsiniz. Niyə götürə bilməzsiniz? Çünki ət burada 4 dənə var. Belə olanda uyğun gəlməyəcək. Bizdə sonda 4 dənə eyni bir şey yoxdur. Məsələn, başqa burada biz axtara bilərik. Diqqətlə baxsanız, alət. Bax, bunun da sonunda var. Alət, bunun da sonunda var. Baxın, bu isə ortaq iki hissədir. Böyük ehtimal bu hissə 0,6-ya uyğun gəlir. İndi burada 0,6-ya uyğun gələndə, məsəl üçün, alı 0-dırmı, ət 6-dırmı? Yoxsa, nə bilim, bunu biz necə bölə bilərik, necə ayıra bilərik? İndi diqqətlə baxsanız, burada A hərfinə biz qoyacağıq 0, lət hecasına qoyacağıq 6. Aya qoyacağıq 0, lətə qoyacağıq 6. Bir hərfə 1, burada 3-ünə bir dənə düşəcək. Çünki biz burada ət hissəsinə əgər 6 qoyası olsa, digərlərinin sonunda da burada ət görürsünüz də, yəni burada 4 dənə 6 olardı. Amma burada lət olacaq 6, A hərfi olacaq 0. Və bu formada yoxladığımız təqdirdə aya qoyduğumuz 0, lətə qoyacaqsan burada nə? 6. Burada da bax 0, 6 uyğun gələcək. Və belə olduğu təqdirdə burada lətə biz 6 qoysaq, lətafət sözünü tapa bilərik. Lətafət sözü lətlə başlayır, yəni 6 ilə başlayır. Burada da 6 ilə başlayan hansıdır? 675. 675. Bu getdi buna. İndi buradan biz lətin 6 olduğunu bilirik. Bura qədər olan hissə 6-dır. İndi bu afət hissəsində artıq siz ayə, burada baxın bu aya, biz təkcə A-nı ayrı, fəthi ayrı götürə bilmərik. Niyə götürə bilmərik? Çünki biz A-nın təkcə 0 olduğunu bilirik. Sonra, ola bilərmi ki, biz belə eləyək? Məsələn, A, F, Ə. Məsələn, bu üç hərfə A, F, və buna, məsələn, götürək 7, təkcə T-yə götürək 5. Bu da olmaz. Niyə? Çünki bizdə burada 5 ilə başlayan başqa bir şifrə var. Amma bizdə T ilə başlayan başqa bir şey yoxdur. Başqa bir söz yoxdur. Heç bir söz T ilə başlamır. Əgər T 5 olsaydı, bizdə 5 ilə başlayan bir şifrə var axı. T ilə də başlayan bir şey olmalıydı da ona uyğun. Yoxdur. Ona görə də biz burada artıq təkcə A-nı ayrı, fəthi ayrı da götürə bilmirik. Və ya A-fəni ayrı, T-ni ayrı da götürə bilmirik. Burada artıq biz A-fı bu ikisini götürməliyik. 7. Əti də götürməliyik 5. Və belə uyğunlaşdırmalıyıq. İndi biz burada əti 5 tapandan sonra artıq ətalət sözünü tapa bilərik. Ət-a-lət. 506. Yəni 506 ətalətə uyğun gələcək. Tapandan sonra buradan silirəm bunu. Bundan sonra biz digər 06-nı, biz axı bundan başlamışdıq. Alət, alət. Axırı 06 ilə qutaranlar. Biri 506 idi, bura uyğun gəldi. Digəri də 806-dır, o da bura uyğun gələcək. 806. Və belə olanda A 0, lət də 6-da axı. Onda 8 qalacaq əd hecasına. Bu olacaq 8.
Əd oldu burada 8, A oldu 0, lət oldu 6. Belə oldu yolun. Və bunu da tapandan sonra 8-6-nı da burada işarələyəndən sonra bizdə burada tərkibində 8 olan başqa yalnız bir dənə şifrə var. 481. Tərkibində də əd olan bir dənə nəds sözüdür. Başqa yoxdur. Ona görə də bu 8 ilə olan buna uyğun gəlməlidir. Belə olanda ə ilə d ikisi bir yerdə 8-dirsə, avtomatik olaraq 4 n hərfinə, s də 1-ə uyğun gəlir. Yəni n hərfi təkcə olacaq 4, s də təkcə olacaq 1. Ondan sonra bizdə 1 ilə başlayan 123-dür və burada yerdə qalanlardan S ilə başlayan bir dənə səmavidir. Bu 123 gəlib burada buna uyğunlaşacaq. Buradan S 1-dir. Amma məsəl üçün bu Ə, M, A, V, I. Buna 23-ü uyğunlaşdırmaq lazımdır. Məsələn, mən buradan eləyə bilmərəm ki, Ə-ni 2, mavini 3 götürüm. Çünki mavi 3 olsa, əgər mavi 3 olsa, burada 3 ilə başlayan başqa bir şey olmalıdır. Mavi ilə başlayan başqa bir şey yoxdur axı. Mavinin özündə təkcə 3 ilə götürə bilmərəm. Burada 3 rəqəmli bir şey olmalıdır. Və buranı bir də təkrar edirəm. Yəni, əgər mavi 3 kimi götürürsə, buna məsəl üçün 3 uyğun gələ bilmir. Çünki 3 rəqəmli bir şey olmalıdır. O da yoxdursa, burada 3 ilə başlayan mütləq bir şey olmalıdır. Başqa mavi ilə başlayan söz yoxdur. Ona görə belə bölgü olmaz. Məsələn, eləyə bilərəm ki, ə ilə m-ni. Bunu götürüm, deyək ki, məsələn, 3 ilə. Deməli, 23. Aynən bunu götürüm 2 ilə, məsələn, AV-ni götürüm 3 ilə. Belə də eləyə bilmirəm, çünki AV ilə başlayan bir şey yoxdur. Axı bizdə mütləq 3 ilə başlayan başqa bir şey olmalıdır, başqa bir şifrə var. Bunu da eləyə bilmirəm. O zaman bizim bir yolumuz da burada olacaq hansı? Ə-M-A. Bu 3 hərf olmalıdır, əma. Bu 3 hərf olmalıdır 2 ilə. V olmalıdır 3 ilə. Ki, burada 3 ilə başlayan, məsələn, V ilə başlayan V-məma belə bir söz var. Bunu belə də bəs bir ehtimal qalır, onu da bir dənə göstərim, o niyə olmur. Eləyə bilməriyik, məsəl üçün, biz Ə, M, A, V, bu 4 hərfi götürək, məsələn, 2 ilə, i-ni götürək 3 ilə. Xeyr, bu da olmur, çünki i ilə başlayan başqa bir söz yoxdur. Bizdə isə 3 ilə başlayan başqa bir şifrə var. Ona görə də biz burada səmavidə 123-ü gətirib qoyanda S əgər 1-dirsə, bizim burada bir dənə yolumuz qalır. Yalnız biz belə eləyə bilərik ki, əmanı götürək burada. Ə, M, A. Bu olsun 2, V olsun 3. Ki V məma belə bir sözlə 3 ilə başlayandı. O da 392-dir. 392. Burada 3 V-yə uyğun gəlir. Sonra 9 təkcə M hərfinə uyğun gəlir. 2 də əma. Əma sözü 2-dir axı. Əmaya da burada 2 uyğun gəlir. Baxın, V olacaq 3, 2 olacaq əma, M hərfi də tək başına 9-dur. Və belə uyğun gələcək. Ondan sonra mavi sözünü tapa bilirik. M hərfi təkcə 9-dursa, burada 903 gəlir maviyə. 903. Həqiqətən də M hərfi təkcə 9-dur. A hərfi 0-dır. V də 3-dür. Və burada hamısını qeyd eləmişəm. Uyğun gəlir. Və belə olandan sonra qaldı bizdə bu 2 dənə. Onda afəmən sözü də 7 ilə başlayan 724-dür. 724-dür. Belə olanda af bu 7-dir. Əma, əma nədir? 2, n da nədir? 4. Hamısını burada qeyd eləmişəm. Və son olaraq 245-də əmanətə uyğun gəlir. 245. Əma burada 2-dir. N hərfi təkcə 4-dür. Ət də 5-dir. Tam uyğun gəlir. Bunu tapandan sonra bizdən deyir ədalət. Ədalət burada 806-dır. Lətafət. Lətafət burada 675-dir. Mavi. Mavi burada 903-dür. Və səmavi. Səmavi də burada 123-dür. Bunların rəqəmlərin cəmini istəyir. Rəqəmlərin cəmi bu 14-dür, bu 18-dir, bu 12-dir, bu da 6-dır. Hamısını toplayanda neçə eləyir? Hamısını toplayanda eləyəcək 50. Cavabımız D variantı.